Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu ilk dəfədir ki, baş verir. Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış İlk edir. dəfədir ki, birtərəfli qaydada. Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Bəli, bu doğrudur. Adətən biz bunu həmişə iki tərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu bir tərəfli qaydada etdik. Bugün həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, 2 dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram ki, bu rəqəm artacaq. Bugün mən öyrəndim ki, 150 milyon Çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1% Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki əlbəttə biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik.